Salam əziz şagirdlər və abituriyentlər. Bugün yeni bir video ilə qarşınızdayam. Bugün mübtəda və xəbəri sizə keçəcəm. Bunlar haqqında məlumat verəcəm. Elə isə başlayaq və də siz qeydlər götürməyi unutmayın. Bu haqqında uzun zamandır danışdığımız mübtəda nə olan şeydir? Gəlin baxaq. Mübtəda uşaqlar cümlə üzvlərindən biridir. Yəni cümlənin baş üzvlərindən biridir. Və kim, nə, hara suallarından birinə cavab verir. Bunu yadda saxlayaq. Yəni, sintaktik vahiddir. Bu, qətiyyən nitq hissəsi deyil. Əvvəla bunu aydınlaşdıraq. Gəlin, bu baxımdan razılaşaq. Və xüsusiyyətləri nədir? Qrammatik cəhətdən cümlənin deyirik ən müstəqil üzvüdür. Ən zəruri üzvü də hesab olunan bilirsiniz ki, nədir? Xəbərdir ki, xəbər də mübtədadan asılı olur qrammatik cəhətdən və ondan uzlaşır. Deməli, ən müstəqil mübtədadır, ən zəruri xəbərdir. Yəni, xəbərsiz cümlə ola bilməz. Mübtədasız olar, xəbərsiz olmaz. Amma ən müstəqil mübtədadır. Bunu yadda saxlayaq. Aha. Sonra mübtəda haqqında başqa deyə bilərik ki, cümlədə iş görəni və ya haqqında danışılan əşyanı bildirir. Yəni, obyekt ola bilir, subyekt ola bilir. Şəxs bildirir və şəxs bildirmə ilə yanaşı canlı, cansız varlıqları, mücərrəd məfhumları da ifadə eləyir. Məsələn, deyirəm ki, belə yazaq, əsər bitdi. Nə əsər? Düz deyil. Əsər uşaqlar. Mücərrəd məfhumdur. Əsər, yəni o kitabda yazılan yazı uşaqlar, o gördüyünüz hərfdir ya da kitabdır konkret olan. Əsərin özü mücərrəddir. Aydındır. Amma məsələn, konkret məfhumu da bildirir. Hava. Hava soyuqdur. Hava uşaqlar konkret isimdir. Bunu da buradan xatırladım sizə. Nə soyuqdur hava? Görürsünüz, sualları kim, nə, hara? Bu tip suallardan birinə cavab verir. Sonra məsələn dedik ki, bunlar həm də obyekt anlayışıdır, əşya anlayışı, şəxsi də bildirə bilir. Məsələn deyirəm ki, anam çağırır. Kim çağırır uşaqlar? Ana. Düz deyil. Sualını buraya yazıram. Kim? Ana. Qutardı. Ana oldu mübtəda. Yəni, adlı halda olan söz və söz birləşmələri ifadə olunur. Kim, nə, bəzən hara suallarından birinə cavab verir. İnsan məfhumu ifadə eləyərsə təbii ki, kim, digər hallarda da o biri suallara cavab verir. Hara sualına gəlin baxaq necə cavab verir. Məsələn, deyirəm ki, Bakı gözəl şəhərdir. Baxın. Şəhərdir, nədir? Nə? Bakı. Daha doğrusu, Bakı demirik, üzr istəyirəm. Deməli, nə yox, hara. Sualı hara olur? Bunu haraya ait nümunə kimi yazdım zaten. Hara? Bakı. Gözəl şəhərdir. Gözəl də necə cümlədə olur təyin. Siz Bakıya fokuslanın, hara sualına cavab verin. Yəni, mübtəda olur cümlədə. Önəmli məsələlər nədir? Bilin ki, isim və isimləşə bilən sözlərlə, söz birləşmələri ifadə olunur. Mübtədanın ifadə etdiyi o şəxs var. O şəxsin haqqında mübtəda özü, sırf mübtədadan danışıram. Mübtəda o şəxsi bildirir. O şəxs haqqında əlavə məlumat vermir. Və cümlənin əvvəlində işlənir. Yeri cümlənin əvvəlidir. Gələk ifadə vasitələrinə. Uşaqlar. Deməli, mübtədanın ifadə vasitələri bu gördüklərinizdir. İsim, sonra əvəzli, sifət, say, məstər, sonra məstər tərkibi, feil-sifət tərkibi, söz birləşməsi, mürəkkəbat, bilmirəm, zərfi dedim ya yox, bir də zərf təbii ki. Gəlin baxaq bir-bir. Aha. Dedik ki, burada rəngi dəyişim bir dənə. Olsun bu, tamam. İsim. Gəl baxaq. Restoran sabah açılacaq. Nə edəcək? Açılacaq. Nə açılacaq? Restoran, yəni. Nə sualına cavab verdi? Qutardı. Oldu cümlədə mübtəda. Cümlə üzvü olaraq mübtədadır. Deyəndə mübtəda nə ilə ifadə olunub? Deyəsiniz ki, restoran sözü ilə. Restoran nədir? Nitq hissəsi olaraq. İsim. Ayrıca sual verin restorana. İsimdir. Deməli, ifadə vasitəsi isimdir. Sonra, hamı işini yerinə yetirir. Mən əvəzliyə aid bir nümunə yazdım. Yəni, digər əvəzliklərlə də uşaqlar ifadə oluna bilir. Sadəcə bilin ki, birinə nümunə yazmışam. Məsələn, yaza bilərdim, misal üçün, özüm gəlmişəm. Kim gəlib? Özüm orada mübtəda olur və mübtəda orada olur əvəzi ilə ifadə olunmuş. İndi baxın, hamı işini yerinə yetirir. Yerinə yetirir işini kim? Hamı.
Görürsüz, kim sualına cavab verir? Mübtədanın suallarından biridir. Və hamı nədir? Qeyri-müəyyən əvəzlik. Qutularda mübtəda əvəzi ilə ifadə olunub. Sonra, gözəllər seyrə çıxıblar. Çıxıblar. Kim çıxıb? Gözəllər. Kim sualına cavab verir? Əlbəttə. Gözəllər özü nədir nitq hissəsi olaraq? Sifət, ayrıca sual verəndə. Burada sadəcə isimləşib. Dedik axı, isim və isimləşən sözlərlə ən çox ifadə olunur. Və burada sifət isimləşib. İsimləşməsə o mübtəda olmaz axı. İsimləşməsə necə sualına cavab verər və təyin olar. Aydındır? Sonra, say. Əvvəlincilər qalib oldular. Qalib oldular. Nə etdilər? Kim? Əvvəlincilər. Uşaqlar, burada birinci, ikinci, üçüncü özüm yazmadım. Əvvəlinci yazdım ki, ola bilər yadınızdan çıxmış olar ki, əvvəlinci, sonuncu, axırıncı bu sözlər uşaqlar saydı. Yadınızda saxlayın. Sıra saydı. Yəni sifət falan deyil ha, saydı. Görürsüz, kim sualına cavab verir? Oldu say. Mübtəda nə ilə ifadə olunub? Sayla. Sonra məstər tərkibi. Uşaqlar, bax deyir ki, lazımdır nə sağlamlığı qorumaq. Lazımdır predikativ sözdür uşaqlar. Suala cavab vermədən cümlənin xəbəri olur. Nə lazımdır? Sağlamlığı qorumaq. Maq özü məstərdir. Ətrafına söz yığıb, sağlamlığı sözün olub məstər tərkibi. Yəni, məstərlə də ifadə olunur. Sadəcə özüm tərkibinə yazdım. Məsələn, burada sağlamlığı atsam, sırf yazsam, qorumaq lazımdır. Baxın, qorumaq lazımdır qısaca. Nə qorumaq? Burada olacaq artıq məstərlə ifadə olunmuş. Aydındır. Sonra, fe'li sifətlə ağlayanlar susturuldu. Kim susturuldu? Ya da kimlər ağlayanlar? Görürsüz? Burada da fe'li sifət. Niyə fe'li sifət? Çünki bir dənə fe'li sifətin özüdür. Ətrafına söz yığmayıb. Mən buna tərkib desəm, çox böyük kobud səhv eləmiş olacam. Amma desəm, məsələn, dərsdə ağlayanlar susturuldu, bu olacaq fe'li sifət tərkibi. Məsələn, belə. Dərsdə ağlayanlar, məsələn, belə yazsam, bu olacaq artıq nə? Fe'li sifət tərkibi. Aydındır. Çünki ətrafına söz yığmış olacaq. Sonra söz birləşməsi olur. Nizami metrosu qapanıb. Qapanıb nə edib? Nə? Nizami metrosu. Görürsüz, söz birləşmə sözdə ikinci növ. Bu da belə. Sonra burada bax bir şey daha diqqətinizə çatdırmış olar. Bax. Burada Nizami metrosu nə sualına cavab verir? Ya da deyirəm hara Nizami metrosu falan. Burada uşaqlar sual verər ki, mübtədanın ifadə vasitəsi nədir? Siz də deyərsiniz ki, misal üçün Nizami də isimdir, metro da isimdir. Çaşıb birdən deyərsiniz ki, isimlə ifadə olunub. Qətiyyən uşaqlar, böyük səhv eləmiş olarsınız. Burada söz birləşməsi ilə ifadə olunub. Çünki ikisinin bir yerdə altından xətt çəkirəm də mən. İkisini bir götürürəm, parçalamıram ki. Deməli, bu söz birləşməsidir. Buna nitq hissəsi demək olmaz. Yəni, söz birləşməsi ümumilikdə nədən təşkil olunub desə, məsələn, deyəsiniz 2 dənə isimdən. O ayrı məsələ. Amma burada mübtəda nə ilə ifadə olunub desə, deyəsiniz söz birləşməsi. Mürəkkəb adlarla və yaxud İmadəddin Nəsimi anadilli fəlsəfi şeirin banisidir. Fəlsəfi şeirin, anadilli fəlsəfi şeirin banisidir. Kim? İmadəddin Nəsimi. Sırf Nəsimi desəm, o isim olacaq, xüsusi isim. Amma İmadəddin Nəsimi 2 dənə söz gəlib, olub mürəkkəb ad. Mürəkkəb ad söz birləşməsidir. Yadınızda saxlayın. Yəni, buna söz birləşməsi də deyə bilər, mürəkkəb ad da deyə bilər, ikisi də keçərlidir. Mən sadəcə özüm mürəkkəb adı yazdım ki, sizin üçün daha aydın olsun. Gəlirəm önəmli məqama. Mübtəda quruluşca sadə və mürəkkəb olur uşaqlar. Yadda saxlayın. Ümumiyyətlə cümlə üzvləri. Sadə mübtədalar ümumiyyətlə bütün cümlə üzvlərinə aiddir. Sadə cümlə üzvləri ancaq nitq hissələrdən ibarət olur. Yəni nitq hissələri ilə ifadə olunur. Aydındır. Mürəkkəblər isə söz birləşməsi ilə çox sadə. Gəlin baxaq. Bax, bayaqdan deyirəm burada məsələn. Restoran sabah açılacaq. Nə açılacaq restoran? İsimlə ifadə olunub. Bax, bu olacaq sadə mübtəda. Sonra əvəzi ilə, sifətlə, sayla ifadə olunanlar olacaq sadə mübtəda. Amma baxın, məstər tərkibi söz birləşməsidir, feili birləşmədir. Bununla ifadə olunubsa olacaq mürəkkəb mübtəda. Ağlayanlar feil sifətdir. Tərkib deyil ki, bir dənə sözdür. Yəni, nitq hissəsi olaraq feildir bu. Bu olacaq sadə mübtəda uşaqlar. Sonra, amma dərsdə ağlayanlar birləşmədir. Birləşmədirsə mürəkkəb mübtəda. Bu çox rahatdır uşaqlar. Öyrənmək bunu çox rahatdır.
Söz birləşməsidirsə avtomatik mürəkkəb olacaq. Mürəkkəb ad özü söz birləşməsidir. Mürəkkəb mübtəda hesab olunacaq. Aydındır. Bu da belə. Bir də uşaqlar bir şey diqqətinizə çatdırım. Frazirlə də ifadə oluna bilər mübtəda. Məsələn deyirəm ki, qulaq asanlar. Qulaq asanlar bilirlər. Misal üçün, görürsüz? Kim bilir? Qulaq asanlar. Görürsüz? Burada da nə ilə ifadə olunub desəz, yəni sual verilsə, deyəsiniz ki, frazoloji birləşmə ilə. Gəlirik uşaqlar xəbərə. Xəbər mübtədaya aid olan iş, hal, hərəkət, hadisə və hökmü bildirir. Nə edir, kimdir, nədir, hansıdır, nə oldu, nə bitdi. Məsələn, nə bitdi deyəndə, yəni nə baş verdi, nə edəcək, nə olacaq. Bu tipli suallardan birinə cavab verir. Nə baş verdi uşaqlar? Təbii ki, elə bir sual yoxdur. Burada yəni feilə aid sualları nəzərdə tuturam da. Əgər hərəkətə aid sualı bildirirsə, bu olur feili xəbər. Bir də ki, adlara aid sualları bildirirsə, ismi xəbər olur. Bu baxımdan iki növü var. İsmi və feili xəbər. İsmi xəbərlər dediyimiz kimi adlarla ifadə olunur. İsim, sifət, say, əvəzlik, zərf, sonra məsdər, feili, sifət, söz birləşmələri. Məsələn, deyirəm ki, bu ərazilər, baxın, bizimdir. Ərazilər, hansı ərazilər? Bu kimindir? Bizimdir. Bax, kimin dir qoyuram axıra. Görürsüz, dırdır, durdur. Oldu xəbər. Necə xəbər? İsmi xəbər. Feili xəbər olmaq üçün uşaqlar feil olmalıdır. Yəni hərəkət bildirməlidir o. Və də sual da nə etdi? Nə oldu? Sonra nə edəcək, nə olacaq, nə edir, nə olur? Bu tip suallar olmalıdır. Ya da nə etməlidir, nə edəsidir? Feili xəbərə baxın. Məsələn, bir dənə də feili xəbərli deyək. Deyirəm ki, onu, məsələn, görmək istəyirəm. Baxın. Görmək istəyirəm. Deməli, görmək istəyirəm. Nə istəyirəm? Yəni, kimi onu? Görürsüz? Nə istəyirəm? Burada yəni, belə deyək də, nə edirəm daha doğrusu? Sualı bu olur. Çünki bir yerdə suala cavab verir. Yadınızda ümumiyyətlə saxlayın. Başlamaq, istəmək, bilmək, olmaq, etmək, eləmək. Bu feillər çox vaxt qoşulur başqa sözlərə və onlarla birləşir xəbər vəzifəsində işlənir. Burada istəyirəm məsdərə qoşulub, olur nə? Bir yerdə cümlənin xəbər. Üstə necə xəbər? Feili xəbər deyəcəm buna. Çünki bu, necə deyim, ad bildirmir axı. Feil var, hərəkət var burada. İsmi feili xəbər olmaq yadınızda saxlayın uşaqlar. Xəbərin ifadə vasitəsinə görə olur. Yəni, ismi xəbər, feili xəbər. Yadınızda saxlayın. İsmi xəbərə aid olanları deyəcəm. İsmi xəbərin ifadə vasitələri hansılardır? Ondan qabaq xəbər haqqında bir-iki şey deyim sizə. Deməli, cümlənin ən vacib üzvüdür. Yəni, mübtədasız cümlə olar, xəbərsiz cümlə olmaz. Fikrimiz xəbərlə ya təsdiqlənir, ya da inkar olunur. Mübtəda olmayanda xəbərlə biz onu hətta asanlıqla bərpa edirik. Gəlin baxaq. Deyirəm ki, silim, deyirəm, gördüm. Bu mənim xəbərimdir, düz deyil. Mən bura mübtədanı bu xəbərin hesabına bərpa eləyə bilərəm. Gördüm. Hansı mübtədanı qoyacam? Mən. Mən gördüm. Gördünüz? Bərpa eləyə bilirəm. Təbii ki, biz gördüm deyə bilmirəm də. Bunda şəxs onluğun hesabına mən mübtədanı bərpa edə bilirəm. Yəni, bu da belə. Xəbər dediyimiz kimi həm əsas nitq hissələri, həm söz birləşmələrinin ifadə oluna bilir. Əgər əsas nitq hissələrlə ifadə olunursa, olur sadə xəbər quruluşca. Əgər söz birləşmələri ilə ifadə olunursa, olur mürəkkəb xəbər. Bunu da yadda saxlayın. İfadə vasitələrinə görə iki cür olur. İsmi xəbər, feili xəbər. İndi ismi xəbərin ifadə vasitələri nələrdir? Yəni, ismi xəbərdə nələr olur ki, biz onu ismi xəbər deyirik. Bax, isim ola bilir, sifət, say, əvəzlik, zərf. Bu nitq hissələrini bilirsiniz. Bir də uşaqlar, məsdər tərkibi, feili sifət tərkibi olarsa, sonra məsələn deyirik ki, qoşmalı söz, frazoloji birləşmə, məsələn ismi birləşmə. Amma frazoloji birləşmə necə uşaqlar? Biz buna indi ismi xəbər demirik, mən bunu ümumilikdə bura vermişəm. Frazoloji birləşmə təsriflənməyən feil formasında olarsa ismi, necə deyim, ismi xəbər olur.
Aydındır. İndi ona aid nümunə ayrıca verəcəm mən sizə. İsmi birləşmədir, məstər tərkibidir, fe'l sifət tərkibidir, mürəkkəb adlardır, qoşmalı birləşmələrdir. Bunlar ismi xəbərlərə aid nümunədir. Gəlin baxaq bir-bir suallarına. Bax, ağıllı uşaqdır. Deməli, uşaqdır. Kimdir? Görürsüz, kimdir qoyuram bura. Yəni burada hərəkət yoxdur ki, amma xəbərdir də, xəbər verirəm. İsimlə ifadə olunub xəbərim və olur ismi xəbər. Yemək dünənkidir. Hansıdır? Dünənkidir. Dünənki bilirsiniz də sifətdir. Xəbər nə ilə ifadə olunub? Sifətlə. Nə olacaq? İsmi xəbər. Sonra saat 5'dir. Sual verin. Neçədir? 5'dir. Sayın sualı da qalır yerində. Bir dənə dir qoyuram. Deməli ismi xəbər. Feili xəbərdə yadda saxlayın. Feilin sualı olur. Bəzilər nədir sözüm? Deməli, kimədir? Baxın. Kimədir və yaxud kimlərədir? Görürsüz? Olur ismi xəbər. Nə ilə ifadə olunub? Əvəzliklə. Hansı əvəzlik? Qeyri-müəyyən əvəzlik. Ümumiyyətlə, əvəzliklərin hamısı ilə ifadə oluna bilir. Sonra, əşyalar yuxarıdadır. Haradadır? Harada sualı. Nəyin sualıdır? Zərfin. Bir dənə də dır qoyuram. Oldu xəbər. Necə xəbər? İsmi xəbər. Aydındır. Yer zərfi ilə ifadə olunub. Sonra, özdə da burada daha yerli hal. Yaşamaq yanmaqdır, yanasan gərək. Yaşamaq nə? Yanmaqdır, nədir? Baxın, burada mübtədam da məstərlə ifadə olunub. Xəbərim də məstərlə. Sadəcə mübtədaya dır qoymamışam, amma xəbərdə dır qoyuram. Olur nə? İsmi xəbər. Bax, diqqətli olun ha. Yanmaqdıra sual verəndə deyirəm ki, nədir? Baxın. Sualım olur nədir? Görürsünüz, nəyini saxlayıram. Nə də ismi sual deyil. Qutarda ismi xəbər olacaq. Nə etməkdir demirəm. Yadınızda saxlayın. Sonra fe'li sifət. Bu bizim gətirdiyimiz deyil. Ümumiyyətlə deyil, qoşulduğu sözlə bir yerdə cümlənin bir üzvü olur. Bu nə? Bu bizim gətirdiyimiz. Bizim gətirdiyimiz nədir uşaqlar? Burada bir də bir yanlışlıq olub bir dəqiqə. Fe'li sifət yox, fe'li sifət tərkibi olmalıdır. Niyə? Çünki bizim gətirdiyimiz fe'li birləşmə düz deyil. Yəni ikinci tərəfi fe'li sifətdir və tərkib yaradıb. Tərkib yaradıbsa buna biz fe'li sifət tərkibi deyirik. Deyili də qoyub yanına olub bir yerdə. Deməli, bizim gətirdiyimiz deyil, yəni nədir, nə deyil bu suala cavab verir. Bu da olur fe'li sifət tərkibi ilə ifadə olunmuş xəbər. Özdə ismi xəbər. Aha, qoşmalı sözlə də ifadə oluna bilər. Gəlin baxaq. Bunlar onun kimilərdir. Bax, onun, o əvəzlikdir. Kimi nədir? Bənzətmə qoşması. Qoşulub, yəni çünki qoşmanın funksiyasını bilirik də, hallara qoşulur. Onun kimilərdir. Kimdir? Çünki uşaqlar, biz xəbərin sualın dediyi ismi xəbərin sualları kimdir, nədir, necədir, neçəncidir, nədir? Bu tip suallar olur adətən. Bax, onun kimilərdir, kimdir sualına cavab verir. Oldu ismi xəbər. İsmi xəbər. Amma desə nə ilə ifadə olunub? Artıq girəcəm bunun içinə. Onun kimilər, aha, kiminin mənası yoxdur. Qoşmadır, o'ya qoşulub, onun kimlərdir? Olur qoşmalı söz. İndi məntiqlə düşünün. Qoşmalı sözlə ifadə olunubsa, bu sadə xəbər olar, mürəkkəb xəbər? Əlbəttə ki, sadə xəbər. Çünki bir dənə müstəqil mənalı sözüm var. Mürəkkəb olması üçün söz birləşməsi olmalıdır. Ən azı 2 dənə müstəqil mənalı söz olmalıdır. Frazoloji birləşmə bu ismi xəbər deyil uşaqlar. İnşası deməli çox xoşuma gəldi. Xoşuma gəldi. Bir yerdə olur cümlənin xəbəri frazoloji birləşmə ilə ifadə olunub. Amma bu fe'li xəbərdir uşaqlar. İsmi xəbər deyil. Çünki nə etdi? Nə oldu? Bu tip suala cavab verir. Ona görə bu ismi xəbər deyil. Nə etmək, nə olmaq fe'li xəbərin suallarıdır. Sonra ismi birləşmə ilə ifadə olunarsa 20 mart Ramazan bayramıdır. Ramazan bayramıdır. Nədir? Görürsünüz, ikisi bir yerdə nədir sualına cavab verir. Nədir? İsmi xəbərin sualıdır. Və Ramazan bayramıdır. Burada olur ikinci öftəyinin söz birləşməsi. İsmi birləşmə də deyə bilərsiniz. Eyni şeydir. Yəni, deyir, ismi xəbər nə ilə ifadə olunub? İkinci öftəyinin söz birləşməsi ilə. Aha, bir sual gəlir. Əgər söz birləşməsi ilə ifadə olunubsa, sadə xəbərdir, mürəkkəb? Əlbəttə ki, mürəkkəb. Çünki söz birləşməsidir. Məstər tərkibi. Məqsəd universitetə girməkdir uşaqlar. Baxın, məstərdir, ətrafına söz yığıb. Məqsədi yığmayıb. Məqsəd burada olur mübtəda. Nə məqsəd?
universitetə girmək olur. Tərkib. Və ikisi bir yerdə suala cavab verir. Sual da nə olur? Nədir? İsmi xəbərin sualıdır. Tamam, çox gözəl. Nə ilə ifadə olunub? Məsdər tərkibi. Fe'li sifət tərkibi. O dərsə gecikəndir. Kim o? Dərsə gecikən an ən fe'li sifət. Dərsəni də yığıb böyrünə, ətrafına söz yığıb qutardı. Oldu. Fe'li sifət tərkibi. Kimdir? Dərsə gecikəndir. Sualı da bu olur. Kim nə hara olanda mübtəda olur? Kimdir, nədir, haradır, necədir, neçəncidir? Dırı qoyuram, xəbərlikləri qoyuram. Olur xəbər. Bax belə də ola bilər. Siz məsələn deyirəm cahilsiniz. Misal üçün verirəm, şərt olaraq verirəm. Yəni nümunə üçün. Məsələn, cahilsiniz. Necə cahil, necə sualına cavab verir? Necəsiniz? Cahilsiniz misal üçün. Yəni bunu niyə nümunə verirəm uşaqlar? Çünki ancaq xəbərlik görəndə gözünüz dırdır durdur axtarmasın. İkinci şəxsin cəminin də xəbərliyi ola bilər. Aydındır? Necəsiniz? Bu da ismi xəbər olur və də deyirik ki, sifətlə ifadə olunub. Çünki cahil sözü sifətdə uşaqlar. Və də olur sadə xəbər. Çünki nitq hissəsidir. Sonra mürəkkəb adda ola bilər. Hə. Ən sevdiyim yazıcı kimdir? Mikail Müşfiqdir. Oy, bir dəqiqə. Mikail Müşfiqdir. Kimdir? Kimdir sualına Mikail Müşfiqdir sözü ikisi bir yerdə cavab verir. Birdən çaşıb deyirsiniz hansı Müşfiqdir? Qətiyyən Mikail Müşfiqdir bir yerdə. Mürəkkəb adından ifadə olunur. Qoşmalı birləşmə. Bunlar sənə aid deyil. Nə bunlar? Sənə aid qoşmadır bir yerdə gedir. Deyil də qoşulduğu sözlə bir yerdə. Demək hamısı bir yerdə xəbər. Burada feil görürsünüz. Mən görmürəm. Deməli nədir? İsmi birləşmə. Daha doğrusu üzr istəyirəm. İsmi xəbər. Aydındır. Bu da belə. Sonra uşaqlar, bəzi sözlər var ki, məsələn, var, lazım, gərək, sonra bəs, mümkün, bir də yox. Bu sözlər uşaqlar predikativ sözlər sayılır. Heç bir suala cavab vermir, cümlənin olurlar ismi xəbəri. Və məsələn deyir ki, ümumiyyətlə nələr suala cavab vermir cümlə üzvlərində? Var, yox, lazım, gərək, bəs, mümkün və bu sözlərdə. Bir də sual əvəzlikləri uşaqlar heç vaxt suala cavab vermir. Gəlin bir nümunə yazım. Məsələn deyirəm ki, məsələn dərsdə kim yoxdur? Bunu ümumi verirəm, baxın. Dərsdə kim yoxdur? Bax, tutaq ki, belə bir cümlə verər. Deyər ki, burada suala cavab verməyən neçə dənə söz var? Deyəsiz 2 dənə. Niyə? Biri yoxdur sözüdür. Olur cümlənin ismi xəbəri. Çünki feil deyil də. Dırdır durduru qoşub, dırdır durdur da mənim üçün ismi xəbərə keçid deməkdir də. Adətən. Bu oldu ismi xəbər. Və suala cavab vermir, predikativ sözdür. Bir də kim? Uşaqlar, kim sual əvəzliyidir. Bu sual əvəzliyi zaten özü sual bildirir də. Bir də buna nətər mən sual verim? Sual əvəzlikləri suala cavab vermir, yadda saxlayın. Birdən sual ədatı falan deyirsiniz, zaten o köməkçi nitq hissəsidir ədat. Niyə suala cavab versin? Yəni, sual əvəzliyindən predikativ sözü gözünüz axtarsın, suala cavab verməyən söz deyəndə. Bir dənə burada dərsdə sözü suala cavab verir. Feili xəbər deyəndə də təsriflənən feilləri gözünüz axtarsın. Yəni, feilin əmr, xəbər, arzu, vacib, lazım, şərt şəkillərin. Bir də frazoloji birləşmə. Hə, frazemlə bağlı bayaq bir şey demədim. Bax, frazoloji birləşmə nə vaxt ismi xəbər ola bilər? Gəlin baxaq. Deyirəm ki, o. Bu cümlə yox, bir dəqiqə. Məsələn, deyirəm, o qulaq asmayandır. Məsələn, sıravi bir cümlə. Kim o qulaq asmayandır? Bu oldu mu? An ən feili sifət. Və burada təsriflənməyən formada olan feili sifət nə idi? Frazoloji birləşmə ilə ifadə olunub xəbər. Çünki qulaq asmaq frazoloji birləşmədir uşaqlar. An ən də feili sifətdir, təsriflənməyən formadadır. Amma ola bilər ki, cümləni belə verər. Bax, deyir ki, o məsələn qulaq asır. Bax. Qulaq asır. Özdə burada şey qoymuşam. Hə. O qulaq asır uşaqlar. Deməli. Nə edir? Qulaq asır. Bir yerdə oldu xəbər. Kim o? Burada da
Frazoloji birləşmə. Sadəcə fərq nədir? Qulaq asır, nə edir sualına cavab verir deyə. Bu olacaq feili xəbər. Amma o qulaq asmayandır. Kimdir? Bu kimdir sualına cavab verir deyə olacaq ismi xəbər. Bax, məsələ budur. Sualı ilə tapırıq. Bu da belə. Bir də mübtəda xəbərin uzlaşmağı məsələsi var uşaqlar. Bax, mübtəda xəbərdə əgər mübtəda cəmdədirsə, insan anlayışı bildirirsə, xəbər də cəmdə olur. Əgər heyvan anlayışı bildirirsə, məsələn, quşlar uçuşur da deyə bilərəm. Uçuşur da deyə bilərəm. Uçuşurlar da deyə bilərəm. Uçuşurlar. İkisi də keçərlidir. İkisi də okeydir. Amma əgər cansız anlayış bildirirsə, məsələn, deyirəm ki, stul. Hə, bunu rahat verirəm ki, qırıldı. Bu rahatdır. Amma stullar verirəmsə, burada qırıldıları verə bilmərəm. Düzdür, qırıldıları verəndə uzlaşma pozulmur. Uzlaşma yerindədir. Uzlaşma göstəricisi odur ki, əgər mübtəda cəmdirsə, xəbər də cəmdə olsun. Amma, axı bizim bir normamız var. Stullar cansızdır. Nətər buna lar verə bilərəm? Olmaz. Stullar verirəmsə, burada qırıldı verə bilərəm. Qırıldılar olmaz. Aydındır. Əgər mübtəda cansızdırsa, xəbərim o, yəni təkdə də olsa, cəmdə də olsa, xəbər həmişə təkdə olacaq. Yox, heyvan anlayışı bilirsə, quş, həşərat, böcək fərqi yoxdur. Əgər cəmdədirsə, tək də olar xəbər, cəmdə olar. Heç bir problem yoxdur. Mübtəda xəbər mövzusundan bu qədər. Növbəti video 2-ci dərəcəli üzvlərlə bağlı olacaq uşaqlar. O vaxta qədər bu videonu, bu izahı mütləq izləyin, dinləyin, qeydlərinizi də götürün. O vaxta qədər özünüzə yaxşı baxın. Hələlik.